Salam ərz edirəm gözəl followerlərimizə. Ağa bipara məsail şayət fəzai məcazda yayılıb در مورد اشعه یووی یا همان اشعه ماورای بنفش sərətanzadə filandır, behmandır. Bəli, düzdür, sərətanzadə. Bəli, mən o cür ki, ittila tapdım Sazman Həvaşinasi ustandan. Feylən bizim ustan da bizim şəhrimizdə şaxıs əşoyə yuvi o hətta yetişməyib ki, hesab qoşlarda həndə olsun. Bəli, bəran ki, möhkəmkarlıq olsun, itminanımız olsun ki, səlamətçiliyimiz xətərə düşməyəcəkdir. O əzizlər ki, səhər saat 11-dən ila nahardan sonra saat 4-ə, 5-ə kimi məcburdurlar, eşikdə olsunlar, eşikdə tərəddüd eləsinlər. Həttəmən özlərindən mühafizət eləsinlər, qollu libas giysinlər, üzlərinə keremi ziddi aftab qırsınlar, eynə ki ziddi aftab UV-dən istifadə eləsinlər. Bəd, məxsusən o cavanlar ki, təto vurublar, bəran ki, tətoların rəngi solmasın və səlamətçiliklər xətərə düşməsin, qollu köynək giysinlər. Əgər giyənmirlər, həttəmən keremi ziddi aftabdan istifadə eləsinlər. Bəran ki, videomuz çox uzun olmasın, bir para izafə tozyihatda kəpşində yazmışam, oxuyun, dostlarınızla da paylaşın. Ümidvarım heç kəs bu moriddə səlamətçilik xətərə düşməyən.